Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə F hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 20-ci hərfi F hərfidir. Bu hərf yuxarı kəsici dişlərin, yəni üst ön dişlərin uc hissəsinin aşağı dodağın yaş hissəsinə vurmaqla tələffüz edilir. Azərbaycan dilində olan F səsinin oxşarı və incə formasıdır. Səslənməsini nəzərə salaq. F F. Azərbaycan dilində olan F səsi cüzi biraz fərqlənir. Çünki dilimizdə F səsi deməli tələffüzü bu formadadır. Yəni yuxarı kəsici dişlərin uc hissəsi dodağın quru hissəsinə toxunmaqla səsləndiririk. Ərəb dilində fərqli olaraq yaş hissəyə vurmaqla tələffüz edirik. Yəni Azərbaycan dilində F hərfi biraz daha qalın, daha biraz belə cingiltili formada tələffüz edilir. Ərəb dilində isə F səsi daha yumşaq, incə formada səslənir. Ekranda F hərfinin müstəqil, yəni sərbəst forması kəlmənin əvvəlində, ortasında, sonunda yazış forması əks olunub. Gəlin bu hərfi praktiki olaraq yazaq. İlk öncə müstəqil, yəni sərbəst formasını yazaq. Ortadan başlayıb bu şəkildə qatdalayırıq və sola doğru düz xətt çəkib, daha sonra axırda da bu formada qatlayırıq. Üzərində nöqtə işarəsi qoyuruq. Bir daha yazıram. Yəni hansı ki özündən sonra birləşməyən 6 hərf var ərəb dilində, 5-ni keçmişik, biri qalıb. Yəni bu hərflər F hərfindən əvvəl gələrsə və həmin hərflərdən sonra, yəni hərf birləşmədiyi üçün, yəni bu müstəqil formanı yazacağıq. Kəlmənin əvvəlində olan yazışını yazaq, eyni ilə müstəqil forma kimi yazırıq. Buradan, yəni sol tərəfdən qatlamırıq, yəni düz xətt formasında davam elətdiyirik ki, özündən sonra başqa bir hərfə birləşsin deyə bu formada. Kəlmənin ortasında isə bu formada yazılacaq. Yəni eyni ilə əvvəl formasını yazıb buradan çıxıntı qoyacağıq. Deməli bu formada yazacağıq. Dairə çəkdik və sol tərəfə doğru düz apardıq. Yenə sağdan çıxıntı, daha sonra dairə və sol tərəfə düz apardıq. Xatırladım ki, bu bundan öncə keçdiyimiz Q hərfinin orta yazışına çox bənzər. Lakin burada nəzərə almaq lazımdır ki, Q hərfində üçbucaq formasında burada yazılır. Yəni üzərində nöqtə olur. Həm də çapda görəcəksiniz ki, Q hərfi içi dolu olur. Yəni bu formada siz fərqləndirə bilərsiniz, həm üçbucaq formasına görə, həm də için dolu olmasına görə. Kəlmənin sonunda isə bu hərf müstəqil formaya sağdan çıxıntı verməklə yaza bilərsiniz. Bu formada sağdan çıxıntı veririk və sərbəst formadakı kimi yazırıq. Bu formada. Siz də bu hərfin müxtəlif yazı formalarını ən azı bir sətir yazaraq praktika edin. Çünki yazma zehnində daha yaxşı qalmasını kömək edir Allahın izni ilə. Bu qədər. Esselamu Aleyküm.